Necə məcburiyyət yoxdur ki, mən namaz qılmasam cəhənnəmə gedirəm? Sən namaz niyə qılmırsan? Meyarın nədir? İsbatın nədir? Əsasın nədir namaz qılmamağa? Yenə öz düzlərə baş vur. Sən əgər namaz qılmağı, Allah tərəfindən sənin namaza vadar olunmağını rədd edirsənsə, o zaman niyə uşağın əlini elektrik naqilinə vurmaq istəyəndə zorla mani olursan? Olmada zorla mani, azad qoydu onu. Niyə azad qoymursan? Desən, yox, təhlükədə axı. Allah da deyir, təhlükədə axı. Yəni, yenə öz düzlərinlə üzləşirsən. Dinin heç bir parametrdə məcburiyyəti yoxdur. Hayana çevirsən, din tam azadlıqdır. Sən azadlığı düz başa düşmürsən. Sən azadlığı belə təsəvvür edirsən ki, azadlıq yəni özbaşınalıq. Nə istəyirsən elə? Belə bir azadlıq yoxdur. Azadlıq Allahın qoyduğu çərçivədə azad hərəkət etməkdir. Azadlıq budur ki, mən insani fitrətimə uyğun rəftar edəcəm, burada heç kəs məni qul eləyə bilməz. Hacı, əslində azadlıq insanın öz nəfsani istəklərinə qarşı çıxmasıdır. Yəni, məsələn, bir insan görsən, o da səhv eləyir, bir dəfə, iki dəfə, üç dəfə sonra özünü saxlaya da bilmir, tutulur, cəza tətbiq eləyəndə deyir, mən peşman oldum, bilmədim falan, nəfsimə aldandım. O adam azad insan deyil. Bu adam artıq etiraf edir ki, mən bağlı insana, narkomana əgər azadlıq özbaşınalıq olsa, niyə onun nəticəsində insan gedib pis vərdişlərə qul olur? Və deyəndə də deyir ki, mənə azad buraxın. Bu azad buraxının mənası budur ki, qoy nəfsimə daha yaxşı qulluq eləyim, daha çox bağlanım. Əsir olum. Yəni, əslində azadlıq birinci mərhələdə elə öz nəfsinin əsarətindən çıxmaqdır. Və Əli Aleyhisselam sözü var, kəlimətü haqqın yuradu bihəl batil. Azad olmaq istəyirəm, haqq sözdür. Amma bunu deyən adam batili nəzərdə tutur. Azad olmaq istəyirsən, niyə narkotikaya bağlanırsan? Azad ol da. Deməli, sən mənəvi məsuliyyətdən azad olmaq istəyirsən. Mütləq azad olmaq istəmirsən. Mütləq azadlıq istəyirsənsə, onda hər şeydən azad ol. Niyə olmursan? Yeməkdən azad olub necə olacaqsan? Mümkün deyil.